İnsanlıq tarixində yardım həmişə yüksək dəyərə malik olub, vicdanın və ürəyin səsi sayılıb. Lakin bugün yardım anlayışı ciddi şəkildə dəyişib. Təəssüf ki, bəzi insanlar yardımı həqiqi dəyərindən uzaqlaşdıraraq özünü göstərmək, sosial mediada reyting qazanmaq vasitəsinə çevirirlər. Kameralar qarşısında əlində yardım paketi olan, ehtiyat içində olan insanları çəkmək və paylaşmaq əslində yardım deyil, reklamdır. Ən acı tərəfi budur ki, bəzən yardım alan şəxsin üzünü, adını, ailəsini ictimaiyyətə ifşa edirlər. Bu cür addımlar isə ehtiyac sahibi insanın layiqətinə, özünə, hörmətinə ağır zərbə vurur. Unutmaq olmaz ki, yardım alanların çoxu utanqac, kövrək hal və göz yaşı ilə bu yardımı qəbul edir. Onlar sadəcə səssiz bir dəstək, bir çörək istəyirlər. Lakin bəzi onların ən həssas anları kameralar vasitəsilə ictimaiyyətə nümayiş olunur. Bu insan dəyərlərinə uzlaşmayan vicdan üzərində reyting qazanmaqdır. Əsl yardım səssiz, gizlin, qarşılıqsız və təmiz olmalıdır. İslamda vurğulandığı kimi, sağ əlin verdiyini sol əl bilməməlidir. Bu prinsip qarşı tərəfin layiqətini qorumaq, yardımın əsl mahiyyətini yaşatmaq üçün önəmlidir. Yardımı açıq nümayiş etdirmək həm yardım edənə, həm də yardım alan insana zərər verir. Yardım edərkən qarşı tərəfin hisslərini ön planda tutaq, onların məxfiliyinə hörmət edək. Əgər yardım etdiyimiz insanın yerində özümüz olsaydıq, ictimaiyyət qarşısında kameralarda olmaq istərdikmi? Əminəm ki, yox. Yardım edən əllər göz önündə deyil, qəlb içində olmalıdır. Birinə yemək apararkən qapını səssizcə döymək, paltar verərkən bunu gizlin etmək əsl xeyirxahlığın göstəricisidir. Çünki yardım yalnız ehtiyaclı üçün deyil, insanlıq naminə edilən vicdanın imtihanıdır.